Hər kəsə salam. Ederson platformasının təsis etdiyi, Şantememizin təsis etdiyi dərslər davam eləyir. Bu dəfə PHP proqramlama dərsindəyik. İlk öncə PHP-nin təməl səviyyəsindən bəhs eləyəcəyik. Niyə PHP dilini öyrənməliyik? Niyə bu dil istifadə olunur? Niyə bu dil hələ də ölməyib? Öldüyünü iddia eləyənlər var, ancaq məncə o insanlar da artıq bu dərsə baxmaq məcburiyyətində qalacaqlar. PHP dili həddən artıq çox istifadə olunan dildir. Çünki CMS-lərin, yəni hazır kodların əksəriyyəti PHP dilində yazılıb. Məsəl üçün sizin internetdə sürütdə burax metodu ilə düzəltdiyiniz veb-saytlar, WordPress veb-saytları, jurnallar üçün OpenJournal sistemləri, bunlar hazır kodlardır. Bunlar hamısı yazılıbdır PHP proqramlama dilində. PHP proqramlama dili ona görə ölməz ki, hal-hazırda internetin 90% PHP dilində işləyir. Azərbaycan Respublikası qanunvericiliyinin 189 nömrəli qanununa əsasən dövlət internet resursları PHP dilində yığılmalıdır. Daha doğrusu bu servislərə uyğun yığılmalıdır. Arxa planda da MySQL işlətməlidir. Bütün bunlardan əlavə PHP-nin üstünlükləri nələrdir? HTML kodunun içinə yazıla bilməyi, çox rahat veb-saytların yığıla bilməyi PHP dili üçün üstün cəhətdir. Ancaq mobil proqramlama, hər hansı bir masaüstü proqram yazmaq PHP dilində sizin üçün bir kabusa dönə bilər. Onun üçün də PHP dilində üstünlüklərlə bərabər pis cəhətləri də vurğulamaq lazımdır. PHP dilindən sonra nə öyrənilməlidir və bu kursda hara qədər gedəcəyik? PHP proqramlama dilindən sonra PHP-nin framework olan, strukturu olan Laravel öyrənilə bilər. Laraveldən istifadə oluna bilər ki, Azərbaycanda bir çox dövlət saytının tərkibində də Laraveldən istifadə olunubdur. Bu kursda biz təməl səviyyədən ilkin alqoritmik bacarıqlardan başlayırıq. Proqramlama heç bilməyən biri, sadəcə kompüteri açıb bağlayan, faylları tanıyan birindən proqramlamaya və PHP-yə dair məlumatları sahiblənməyini təmin eləyəcəyik. Bundan sonra isə artıq PHP-nin irəli səviyyə dərsləri, Ajax, PHP ilə Ajax istifadəsi, jQuery istifadəsi kimi dərslərimiz də olacaqdır. Bunlar da artıq Ederson platformasından izlədiyiniz təqdirdə bunlara da əliniz çatacaqdır. İlk dərs üçün üstünlükləri və niyə bu dili seçəcəyinizi danışdıq. İnşallah gələn dərslərdə görüşmək üzrə.